Baymaq Lectus istifadə qaydası. Baxın, AutoPlane işarəsi göstərilir. Bunun altındakı knopka bunun icra olunacağını göstərir ki, burada misal üçün basırıq, temperatur 65 və yaxud neçədirsə qoyduq temperaturu, təsdiqləyirik bu nöqtəni. Misal, temperatur oldu 67. Bir də basırıq, temperaturu yendiririk 65-ə, təsdiqləyirik, oldu 65. Ola bilər bəzən hər hansı bir problem yaranır. Burada reset yazır. Reset yazılırsa bunun altında reset, bunu bastığınız zaman reset olur. Sonra ikinci növbədə bu iki knopkanı bastığınız zaman kombi başlayır baca təmizləmə funksiyasını aktivləşdirməyə. Yəni bunu azaldıb da çoxalda bilərsiniz. Ventilyatorun sürətidir. Bu nədən yanadır? Bu servis üçündür. İçəridə tıxanma, uqar çox olduğu zaman bunu basırsan, daxildə ventilyatorun sürəti artır və başlayır içəridə hava kütləsini artırmağa güclü bir təzyiq yaradır və içini təmizləyir. Amma bu yenə də dediyim kimi servislə bağlı bir funksiyadır, sizə məsləhət görülmür. Sonra ikinci növbədə burada iki knopkanı basırsınız və burada daxili parametrlər çıxır. Bu daxili parametrlər olduğu zaman gördünüz ki, belə bir şey vardı. Bu knopkanı basın, ana menyuya geri dönüş eləyin. Və çoxları sual da verir ki, bu kran işarəsi nədir? Bu kran işarəsi o deməkdir ki, boiler aktivdirsə, boiler daçiki qoşulubsa, boilerin temperaturunu azaldıb çoxalda bilərsiniz. Amma boiler əgər aktiv deyilsə, qoşmamısınızsa boiler daçiki, bunu yendirirsiniz ofa və təsdiqləyirsiniz və burada kran işarəsi üstündən xətt çəkilir və o deməkdir ki, boiler yoxdur. Daçik qoşulmubdur, dövriyyə nasosu qoşulub, AutoPlane ilə bir yerdə işlədilir. Amma məsləhət odur ki, boiler daçiki qoyulsun və temperatur yığıldıqdan sonra dövriyyə nasosunu saxlasın. Bu qədər. Sağ olun.